Herkes salam Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bugün Kuai Network haqqında danışacağıq. İlk öncə bunu deyim ki, bu proyekt ilk başlarda yatırımçılardan 15 milyon dollar bir dəstək almışdı və ondan sonra nə etdilər dostlarım? Zamanla öz blokçeynləri üzərində çalışdılar. Yəni qısaca bunu deyim ki, bu token deməyək, daha doğrusu buna coin deyək. Bu coin digər valyutalarla bunu səhv salmayın. Adamlar yəni BEP20 və ya ERC20 digər networklərdə bunu çıxarmayıblar. Yəni birbaşa blokçeyn öz blokçeynlərində Kuai valyutasını çıxardıblar. Çoxdandır, baxın, təqribən 1 ilə yaxındır izlədiyim valyutadır. Bunu daha əvvəllər də sizlərlə Telegramda paylaşmışdım, yəni sadəcə olaraq veb saytını paylaşmışdım. İndi isə qismət bugünə imiş. Bugün də YouTube'da bunu sizlərlə paylaşıram. Tokenləri budur dostlarım. Bazara girdikdən bəri 53%'lıq bir dəyər itirib. Ancaq dostlarım, bazara girəndən sonra, yəni 3 qatından çox xeyir vermişdi. Bu arada bunu da deyim biləsiz. Hal-hazırda olduğu birjalar Qeyd birjasında var. İstəyənlər Qeyd.io'dan girib satın ala bilər. Tokenin ümumi sayı, coin'in ümumi sayı 3 milyard ədəddir və dövriyyədə olan sayı isə 782 milyon ədəddir. Bu arada bunu deyim ki, dostlarım, bu tokenin təbii ki, zamanla yandırılması olur. Çünki bildiyiniz kimi özlərinin blokçeynləri var. Buradan da görə bilərsiniz. Və bu blokçeyn üçün müəyyən çox az miqdarlar tutulur. Məsəl üçün, pul göndərimlərində, fi haqlarında falan çox qısa da deyirəm. Yəni az bir məbləğlə tokenlər yandırılır. Məsəl üçün, burada son göndərimi görürük. Belə deyim də 0.2-7 düşünə bilərsiniz ki, bu yox, bu fi haqqı deyil. Hələ ki fi haqqı yoxdur. Ancaq müəyyən bir filərlə token özü-özünə azaldır. Hal-hazırda dostlarım, market cap'i gördüyünüz kimi 34 milyon dollar civarındadır və günlük volümü isə 1-2 milyon dollar civarında olur. Twitter səhifələrdə budur. Twitter'da belə deyim dostlarım, çox aktivdilər və işbirliyi etdiyi proyektlərdə bizlərlə daima paylaşırlar. Ancaq dostlarım, bu proyekt network proyekti olduğu üçün eynən bunu AVAX kimi və ya Chainlink kimi və ya adlarını saymadığım Aptos kimi düşünə bilərsiniz. Çünki niyə? Çünki yoldaşlar, bu tərz proyektlər, yəni network'ü olan, öz blokçeyni olan proyektlər ilk öncə nə edir? Öz blokçeynləri üzərində işləyirlər. Başa düşdünüz? Yəni ki, hər hansı bir, bu arada tokenin market cap'i 37 milyon dollar oldu elə bu videonu çəkərək. Yəni hər hansı bir reklam etmirlər, hər hansı bir necə deyim, tanıtımlarda olmurlar. Sadəcə və sadəcə proyektin üzərində işləyirlər. Eynən Twitter'larında bəyəxlarım açıb baxdığımız kimi görəcəyik ki, işbirliyi etdikləri proyektlərlə və yaxud proyektdə yeni nələr ediblərsə bizlərlə onu paylaşırlar. Başa düşdünüz? Yəni bu hər hansı bir, bu arada təkrardan deyirəm, Kuai nə bir meme valyutasıdır və yaxud nə bir NFT valyutasıdır. Yəni bunlar dayanmadan öz blokçeynləri və öz saytları üzərində işləyirlər. Yəni təbii ki, bunun da bir məqsədi var. Blokçeynlərini daha yaxşı inkişaf etdirsinlər. Yəni gələcəkdə blokçeynlər üzərində bir çox işlər görülə bilsin deyə. Blokçeynlərinə də qısaca kuaiscan.io'dan baxa bilərsiniz. Burada da təkrardan deyirəm, birjalarda görürsünüz günlük volümlərini. 51 min dollar, 375 min, 626 min, 79 min, 153 min dollar kimi civarlardadır. Bu da görürük ki, volümün çox az olduğunu göstərir. Ancaq proyektə baxdığımızda adamların gördüyü işləri
durub bir-bir yoxladığınızda bu arada white paper'dan proyekt haqqında tam dəqiq məlumatı öyrənə bilərsiniz. Buradan türk dilinə çevirərək bütün hər şeyi oxuya bilərsiniz. Qısaca dediyim kimi dostlarım, bunu eynən baxın AVAX kimi və ya Chainlink kimi bu tərz necə deyim sizlərə, valyutalara bənzədə bilərsiniz. Bu tərz valyutalarda öz blokçeyni olan valyutalardan gedir söhbət. Bunlara həqiqi mənada zaman lazımdır. Yəni ki, proyektin daha güclü olması üçün. Qısaca bunu deyim dostlarım, əgər gələcəkdə yəni bunların blokçeynlərinə tələb artarsa və ya mədənçilik sistemini falan qurarlarsa, yəni mədənçilik də indi artıq bu tərz deyək, yəni stakinglərini falan düzgün şəkildə quraşdırarlarsa, yəni çox ciddi bir yerlərə Kuai Network gələ bilər. Yəni ki, qısacası bu proyekt hər zaman diqqət mərkəzinizdə olsun. Videomuz bu qədər idi. Sağ olun, hələlik.